Nə deyir? Deyir, şəftəli 5 dənə fantanda çimib lok qələdi. Lok nədir? O ki, analar deyir, sənin biblərin bütün mənim servislərimi sındırıb. Bir dənə bu qalıb tarelkalardan. Ehtiyatlı ol. Ondan sonra deyir ki, balığın bulbul edir, əncimə qulluq elədi. Qulluq yox ha, qulluq. Qulluq nədir? O ki, ana deyir, düş 200 qram konfet al, evə qonaqlar gəlir. Sən də ərinə güclə, balayla, ya kompüterdə oyun oynayırsan, güclə geyinirsən. O da gedib durur qapının ağzında, rajok ayağına belə edir. Nəysə, oğul olmadım, mən özüm gedərəm. Ya qız olmadım, özüm gedərəm. Bilir ki, sən gəlib qoymayacaqsan getməyə. O deyil, qulluq. Atacaqdır fəraqət əlləri və pinzə bələn. Pinzə bələn nədir? İmtihana hazırlıq vaxtı biganə yanaşsan dərslərə ki, neyini irəm? İngilis dilindən 3 dənə yazaram, riyaziyyatdan 5 dənə yazaram, girərəm də turluya. Bir də ayılırsan ki, xarici təhsil ofisindəsən. Ukraynanı bildik, Türkiyədə neçədə oxumaq. Budur, mənim qardaşlarım. Ondan sonra görək. Ləbini ikram edib bu səsinə Lamza Bürud. Lamza Bürud nədir? O ki, Bülent Arsoy oturub padruqaları ilə qız-qıza. Birdən padruqaları dönür ki, biz bugün hastayız, malum günlər. Bu bir oğlan nə danışır? Odur, Lamza Bürud. Mənim qardaşlarım. Şamaru damaru qıca.